Serbiyada, Azərbaycanda bir dənə qardaşımız belə bir dənə restoran açıbdı. Boulevard Revolü küçəsində. Bu tərəfdən gəlirsiniz. Burada belə bir restoranımız var. Qəşəng yeməklər var. İndi yeməkləri 1-10 üzərindən bayaq videoda çəkdiyim kimi kişi kimi qiymətləndirəcəyik. Görək dadı necədir. Tamam. Abi bu nədir bu? Buğlama. Bu da buğlamamızdır. Bu nədir? Langet. Bu langetdir. Dadına baxacağıq. Sürəmiz maşallah boldur. Dadına baxıb inşallah qiymətimizi verəcəyik. Burada da bizim qaqalarımızdır. Bir yerdə oturmuşuq. Xeyirli olsun. Xeyirli olsun, xeyirli olsun. Dadı yaxşıdır. Dadı pisənmədi bunu. 10 üzərindən 10 verirəm, çünki üstündə göyərtisi də var. Yumurta langetidir, indi bunun dadına baxıram. Mən baxım. 10 üzərindən 10 verirəm, həqiqətən bu dadı çox ləzzətlidir. İlk dəfə deyirəm. Yumurtalı toyuq heç yeməmişdim belə. Kardoşka, bir dənə də qara tikə belə qoydum. Qara buradan baxıram da buna. 10 üzərindən 8 verirəm, duzu yox. Əsləki bomba kimi chips. Düzdür. Azərbaycan ətini yerin verməz, amma əladır. Ət püresinin dadına baxıram. O siyot vurğusu var, ləzzətlidir. Əladır. 10 üzərindən 10 verirəm. Abi, çox sağ ol bizi dəvət elədin. Bu gözəl təyyarları bizə təqdim elədin. Aşpaz qardaşımız da çox sağ olsun. Əllərinə sağlıq. Nə demək istəyirsən burada? Hər birinizi gözləyirik. Siz də xoş gəlibsiniz. Xoş olsun. İstirəmiz hər zaman sizlərə asılır. Bəli dostlar, hər birinizi Serbiyada bu gözəl məkana gözləyirik. Məkanın da adresini aşağıdan qeyd edəcəm. Gəlib burada Azərbaycan mətbəxinin dadını əziz təyyarlarını dada bilərsiniz. Ağzınız dadı dəyişsin.